Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademinin ingilis dili müəllimi Aysiyə Çələbi. Bugün sizlərlə 18 iyun ingilis dili üzrə sertifikasiya imtahanı düşmüş sualların izahına baxacağıq. Birinci sualımızda deməli Prime Minister made a lot of effort to restore public confidence olmalıdır bu sualımızın cavabında. Çünki deyirik ki, baş nazir ictimai o inamı yaratmaq üçün, yəni cəmiyyətdəki o inamı yaratmaq üçün çox səy göstərdi. Yəni cavabımız olacaq B variantı. Sonra keçirik deməli ikinci sualımıza. İkinci sualımızda bizə veriləndə deməli hansı deyir sadə cümlə deyil. Orada siz yəni mürəkkəb cümləni seçməlisiniz. Bəlkə çaşdırarsınız V-dən sonra ing-li gələn cümlə olubdur. Yəni müdavimənin çaşdırdığı cümlə o olub. V üstə gəl ing varsa, yəni bu reduction'dır. Mürəkkəb cümlənin qısaltmasıdır, yəni sadə cümlə hesab olunur. Və üstə gəl ing participle one-dır, yəni o cümləni götürmüsünüzsə səhvdir. O cümlə sadə cümlədir, bizə isə mürəkkəb cümlə lazımdır. Daha sonra zaman uzlaşması düşüb, before ilə olan zaman uzlaşması. Before da bilirik ki, keçmiş bitmişlə keçmiş sadəni və yaxud da bağlayır. Ona görə o elə deyəsən sizə düşən testdə də keçmiş sadənin keçmiş bitmişin uzlaşması olubdur. Bunu götürərdiniz. Sonra deməli verilən cümləni tamamlama olubdur, restatement. Verilən sizə bir səhv ya cümlə tamamlamamadır bu, ya da ki bir mətn veribdir, qısa mətn. Onu siz paraphrase edib yenidən yazırdınız. Onun da cavabında it can also displace long term residence in low price area olmalıdır. Sonra 5-ə baxırıq. Deməli 5-də Mr. Boat-la bağlı, Mr. Boat idiomla bağlı bir mətn düşübdür. Deyir ki, Fred deməli nə edir? İmtahana hazırlaşmaq üçün vaxtı olur, amma o hazırlaşmır. İmtahandan kəsilir. Beləliklə fürsəti əldən vermiş olur. Mr. Boat yazacaqsınız. Sonra 6-da belə sözlərlə bağlı bir cümlə düşüb. Cümləni oxub tərcümə edirsiniz, ona uyğun gələn sözü yazırsınız. Məsələn deyir ki, bizim məktəbdəki bütün şagirdlər yay tətilini nə edirlər? Səbirsizliklə gözləyirlər. Are looking forward to olmalı idi. Sonra 504-dən sözlər düşübdür. 7-8-ci suallarda sinonimlər və antonimlər. Abrupt, sudden ikisi də sinonimdir, qəfil deməkdir. Antonimlərdən də suspense, certainty düşübdür. Suspense şübhə, certainty qətilik, müəyyənlik. Sonra məhsul növ düşür. Məhsul növ sualı rahat idi. İndiki sadə zamanda olan bir cümlə verib və siz onu məhsula çevirəndə to be üstə gələk, yəni to be-ni əmiz arına, üstə gələk feilin üçüncü formasını yazırsınız. Sonra onun son humorla bağlı bir sual olub. Deməli, burada iki variant arasında qalıblar müdavimlər. Two-thirds of Earth-də Earth-ün qabağında Z artiklı olmalı. Çünki o nədir? Yer kürəsidir, tək varlıqdır. Cavabınız the third and fourth students olan olacaq. Çünki biz bilir ki, and olanda bir dənə Z artiklı qoyanda yetərli olur. Və 11-ci sualda da every cloud has a silver lining bizə veribdir bu cümləni. Yəni, bu idiomun mənasını istəyir bizdən. Mənası something positive can arrive from difficult experience olmalıdır. Belə, hələ ki əlimizə çatan suallar bunlardır. Ümid edirəm növbəti saatlarda başqa suallar da əlimizdə olar. İnşallah yaxşı yazmısınız. Hər birinizə növbəti imtahanlarda uğurlar arzulayıram.